Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyəcəyiniz. Həftə sonundan xoş gördük hər birinizi. Sözsüz ki, saatlarımız həftə sonunu yaşayırıqsa və saatlarımız 15:00-dırsa, bu deməkdir ki, MT Azərbaycan televiziya kanalının ekranlarında mən Gülnar Səhliyarlının təqdimatında Gümrah Həyatın vaxtıdır. Ekranlara bir neçə adım daha yaxın eləşin. Ümumiyyətlə, özünüzdən əlavə olaraq da sevdiklərinizdə, qonum-qonşuda, dost-tanışda, qohum-əqrəbədə, kimdə bel ağrısı ilə bağlı şikayət varsa, onurğa problemləri ilə bağlı A-dan Z-yə bütün problemləri təm zamanətlə həll eləyə biləcək dəyərli qonağımız studiyamızın özəl qonağıdır ki, məhz elə Uğur Tibb Klinikasının təsisçi rəhbəri və eyni zamanda kastaprav, yəni zərbə terapiya üzrə mütəxəssis, nevroloqumuz, refleks terapevt Cəlal doktor Hümbətov studiyamızın özəl qonağıdır. Xoş gəlmiş doktor. Xoş gününüzə gəlir. Hər vaxtınız xeyir. Hər vaxt xeyir olsun. Xoş həftə sonu arzulayıram sizə. Sizə də. Bugün siz buradasınızsa, demək ki, canlı efirimizə zənglər dayanmayacaq. Elə canlı efir zənglərimizi də mən qeyd edeyim. İzləyicilərimizə şifahi olaraq Monitorun efir rejissorumuz Monitorun Twitter bölümündə qeyd edir. Peşəkar komandamız sizlərə xidmətinizdədir ki, 012 şəhər telefonları vasitəsilə 404 84 73 canlı efirə qoşulmaq üçün qaynar xəttimiz, əlaqə nömrəmizdir. Odur ki, siz də elə günü bugün bu dəqiqə əlaqə saxlayıb canlı efirə qoşula bilərsiniz və onurğanızda olan qrija ilə bağlı protruzya, skalyoz, kifoz, lardoz yanaşı olaraq bir çox problemlərlə bağlı, ən əsası da qrija problemi ilə bağlı müraciət edəcəyiniz ünvan studiyamızın özəl qonağıdır. Danışacaq əhatəli. Bax, danışdığımız o qrija problemi ilə bağlı, doktor, keçən efirlərimizdən sonra düzdür, müraciətlər skalyozla da bağlı gəlir, protruzya ilə bağlı gəlir, amma daha çox sanki müraciətlər qrija ilə bağlı. Yəni, niyə bu qədər günümüzdə? Qrija ilə ona görə bağlı gəlir ki, bu problem daha çox aktualdır. Bilirsiniz necə? Deməli, osteoxondroz var, protruzya var, sürüşmə var, qabarma, batma, çıxma və s. Hətta skalyoz belə var, amma ağrı yoxdur, hələlik. Ağrı ara sıra narahat edir. Ara sıra narahat edir deyə heç kim müraciət eləmir. Bizim millətin xüsusiyyətidir. Ancaq deməli, yırtığı olanda ağrı möhkəm olur, dözə bilmir, dözə bilməyən də axtarır. Bəs belədir. Mənim başıma çox gəlib. Deyək, xəstə olub vaxtında demişəm ki, sən git bu şeyləri elə. Gedib eləməyib, ucu vaxtından keçibdir, mümkün deyildir. Başqa şeylər lazımdır. Mənə deyib, dünyanı sənə bəxşiş edirəm, məni qurtar. Deyirəm, əşi, bunun vaxtında mən sənə demişdim, mən sənə göndərmişdim filan yerlərə. Gedərdin, sağlamlığa qovuşardın. İndi ucu gecdir. Dünyanı mənə bəxşiş eləsən də mən bunu eləyə bilmərəm. Bizimkilər belədir. Gələk ağrı olan, yıxa, ondan sonra axtara ki, görüm nə edirəm. Amma deməli, bax, o osteoxondrozdur, protruzyadır, sonra sürüşmədir, batmadır, çıxma, əlimə saydıqlarım. Bunların hamısı elə bil ki, yırtığa qədər olan proseslərdir. Yırtıq bunların nəticəsində meydana gəlir. Çünki protruzya olmasa yırtıq olmur. Bəzən heç olmasa da əmələ gələ bilir, amma böyük hallarda deməli, osteoxondroz, protruzya və s. var ki, orada deməli, yırtıq əmələ gəlməsi üçün zəmin yaranıbdır. Zəmin yarandığına görə yırtıq əmələ gəlir. Yırtıq əmələ gələndə ağrılar çoxalır. Ağrılar çoxalanda həkimə müraciət eləyir. Həkim göndərir, deyir ki, get indi deməli, MRT var, MRT-yə gedəndən sonra deyir, səndə yırtıq var. İndi yırtıq varsa, neyniyək? Klassik təbabətdə belədir. İynə, dərman, əməliyyat. İynə dərman hələ deyək ki, fizioterapiya və ağrı kəsici. Ondan sonra da olmasa gərək əməliyyat olunur. Bilirsiniz, belədir. Yəni, mən deyirəm ki, bəzi xəstələr var, gəlirlər, deyir ki, 3 ildir, 5 ildir, 10 ildir, 15 ildir, 25 ildir. Müalicə almadığım yerdə olmuyor, getmişəm, müalicə almışam, iynə dərman eləyiblər, belə deyirəm, ki, insafınız olsun da, 1-2 dəfə getdin, 3 dəfə getdin, baxdın ki, səndən əl çəkmir, axtar gör, bununla bir məşğul olan kimsə varmı, başqa bir metodla neynənsə eləyirmi? Bilirsiniz, belə danışaq da, əgər klassik təbabət mükəmməl olsaydı, alternativ təbabətə ehtiyac olmazdı. Deməli, ehtiyac var ki, belədir. Siz təsəvvür eləyin ki, eşitmişsiniz də, bizim harada bu zəmanədə yaşayırıq da. Eşitmişsiniz, filan rayonda filan kəs, filan kətdə filan kəs bununla məşğul olur. Qalıb o ali təhsilli həkimlər kənarda, təhsil olmayan, tibb savadı olmayan adam bunlarla məşğuldur. Məsələ də bundadır. Ona görə də bunlar deməli, müvəqqəti xüsusiyyəti nədən ibarətdir bunu bilirsiniz? Yırtıq olsun, protruzya olsun, nə olur olsun, onurğa ilə qədər müəyyən müddətə, qısa müddətə müəyyən nəticələr almaq mümkün olur. Müxtəlif metodlarla, iynə, dərmanla və s. Və xəstə düşünür ki, yaxşılaşdım. Biraz yaxşılaşan kimi yadından çıxır, daha həkim yaddan çıxdı.
Sonra necə olur? Sonra deməli bir neçə dəfə arada ağrıyanda həmin o dərman işləyən neynəmədi? Birazdan onun gəlir deməli aslajneniyaları da, fəsadları. Fəsadı gəlir. İndi fəsadı gələndən sonra, sinirdə atrofiya olandan sonra, ayağı keyləşəndən sonra gəlir doktor, dünyanı dağıdacağım, sən bunu müalicə elə. Baxırsan ki, bu bizdən sinirdə atrofiya gedibdir. Bax, çoxlarına maraqlı gələn məqam. Və yaxud Gündar xanım, bir özür istəyirəm, sözümü axıra çatdırım. Və yaxud deməli bunun, deməli onurğada osteoporoz var, nə bilim, yırtıq var, protruziya, qabarma, hamısı qarışıb bir-birinə 25-30 il hamısı yapışıbdır. Olub Bilə bilsən nətər, əyri bir kütlə, xamır. Sonra deyir ki, bəs bunu düzəlt. Bəs indi mən belini düzəldə bilmirəm. Bu olmur, mümkün deyil. Amma ki, bütün saydığımız bu hallarda tez vaxtında gələrsə, əməlli başlı sağlamlığına qovuşa bilər. Amma gec gələnlər də sağlamlığına qovuşur. Onlarla, yüzlərlə, minlərlə biz adamın əməliyyatdan saxlayırıq. Bir dəfəlik bu şeydən, xəstəlikdən azad edirik. Nəyə görə? Çünki biz nə işlədirik? Nə dərman, nə də əməliyyat edirik. Qansız, kəsiksiz, iynəsiz, dərmansız eləyirik. Bilirsiniz nə deyir? Bax, belə bir həqiqət var da, Soruşuram. Mən pasientlərdən də soruşuram. Deyirəm, qardaş, getdin, sənə nə yazdılar? İynə, dərman. Deyirəm, səndə nə var? Protruziya var, qrıja var. Deyirəm, protruziya bilirsən nədir? Nədir? Kompressiyadır da, fəqərə birinin üstünə oturubdur. Yırtıq nədir? Ya sürüşübdür, ya belə fırlanıbdır. Arasında olan mütəviyyət cırılıb, tökülübdür uşaq. Deyirəm, indi dərman sənin o yerinə gedirmi? Deyir, yox. İynə vuranda gedirmi? Deyir, yox. Bəs deyirəm, deyir, mən gedirəm, həkimlər bunu yazır, belə. Və belə yubanır, gəlir, çatır, axırda gəlir ki, bəs mənim bir ayağım işləmir, biri arıqlayıbdır, biri ayağım şeydir, biri o belədir. Onda da çox çətin olur, gec olur, əzab verici olur. Baxın, çoxlarına maraqlı olan məqamlardan biri budur ki, klassik təbabətlə sizin tətbiq elədiyiniz və yeganə olaraq ölkədə sizin tətbiq elədiyiniz alternativ tip bir-birindən hansı məqamlarla fərqlənir? Bir-birindən birisi necə fərqlənir? Deməli, gedirsən klassik təbabətdə həkimə. Mən də cavan vaxt eləmişəm, boynum alım da. Deyək, təzə xəstələr gələndə orada bizdə protokolda yazılan qaydalar var. Sən dövlət poliklinikada işləyirsən, yazırdın da iynə, dərman yazırdın. Orada bir maraqlı bir şey var, 3 dənə M var. O 3M yazırdın. Yəni, biri spazmolitikdir, o birisilər biraz bərpa eləyir, gölki nəmlənə, ağrı kəsici, qızdırmanı aşağı salır, nəsə, temperaturanı düzəldir. Bunlardan təyin edirdin. Bu da gedirdi, müəyyən bir müddət sonra qayıdırdı, biraz babat olmuşam. İndi görün necədir. Əgər gedəndə həkim sənə dərman yazırsa, deməli, bax, əgər yırtıq olubsa, orqanizm onu, bu yırtığı yad cisim kimi qəbul edir. Yad cisim kimi qəbul edir deyə tədbir görməlidir. O tədbir görür ki, o yad cisimi yesin, lizisə uğratsın. Çünki bu yad cisim deməli həm də siniri çıxır. Lizisə uğratmaq üçün bu atomun reaksiya getməlidir. Orqanizmdə olan killerlər, bizdə olan killerlər, faqlar ora getməlidir ki, bu prosesi axıra çatdırsınlar. Biz deməli ağrı kəsici verməklə bu prosesi süni olaraq dayandırırıq. Süni olaraq dayandırırıq, həmin o yırtıq, orada olan yırtıq deməli bərkir, fibrozlaşır, elə də qalır, keçir xroniki hala. Ömür boyu səninlə yoldaşdır. Ancaq heç olmasa bir həftə dözə bilsələr, o onurğanın vəziyyətindən asılı olaraq və yaxud heç olmasa mərkəzi xarakterli tabletkalar qəbul etsələr, onda o proses müəyyən qədər getmiş olar. Bunun deməli klassik təbabətdə çatmazlıq bundan ibarətdir. Sonra gedəndə, ikinci dəfə gedəndə, üçüncü dəfə gedəndə dəfələrlə, bu əgər fibrozlaşıbsa, sümükləşibsə, o orada həmişə də xroniki olaraq ağrı verəcəkdir onurğanın vəziyyətinin dəyişməsində. Amma bizim metodla necədir? Deməli, orqanizmin özünün bərpa funksiyası var, orqanizmin özünün uyğunlaşma funksiyası var, vəziyyətdən çıxma funksiyası var. Deməli, orada əgər yırtıq əmələ gəlibsə, orqanizm özü dediyim kimi və yaxud o müdafiə qüvvələrini ora yönəldir ki, onu lizisə uğratsın, vəziyyəti yüngülləşdirsin. Sünü eləyəndə keçdi xroniki hala. Amma biz nə edirik? Biz deməli, fəqərəni anatomik vəziyyətinə gətiririk, yerinə qoyuruq, orada olan qidalanmanı bərpa eləyirik. Birinci növbədə fəqərəni yerinə qoyanda, aralayanda orada kompressiya azalır. Kompressiya azalırsa sinir
müəyyən qədər buraxır. Sonra anatomik vəziyyətinə gətirəndə orada qidalanma bərpa olunur. Qidalanma olursa, deməli orada fəqərələrin arasında olan o fibroz, həlqə, pulpoz, nüvə, bunlar dağılıb, indi onun bərpa olunması lazımdır. Qanda gələn o xondroblastlar bölünmə, hüceyrə bölünməsi ilə bunu təmin edirlər. O xondroblastlar oranı təmizləyirlər, o qəbristanlığı və bərpa dövr gedir. Kövşək birləşdirici toxuma burada iştirak eləyir. Birləşik toxumanın iştirakı var burada. Deməli, həmin o fəqərə arasındakı o sahədə, o tamlığı pozulan sahəni yavaş-yavaş düzəltməyə çalışır. Onu düzəldəndə, fəqərə bir-birinin üstündə oturanda siniri sıxmır. O da deməli, müəyyən qədər amma vaxt lazımdır buna. Çünki orqanizmə imkan vermək lazımdır ki, onu müəyyən müddətdə düzəltsin. Bilirsiniz, bu nəyə oxşuyur? Mən həmişə demişəm onu. Tutaq biz bir yerimiz yaralananda baxırıq ki, bir dərin bir yam əmələ gəlib. Fikirləşir ki, bu defekt belə qalacaqdır. Amma biraz keçir, üstündən keçəndən sonra baxırıq ki, düzəlibdir. Öz-özündən düzəlib. İndi orqanizmə vaxt vermək lazımdır ki, bərpa eləsin öz-özünə. Bəli, vaxt vermək lazımdır ki, bunu özü bərpa eləsin. Özü bərpa eləyəndən sonra, o özünü düzəldəndən sonra o fəqərə ora normal oturur, siniri sıxmır və bununla da bütün problem həll olunmuş olur. Düzdür. Bəzən bunu da deyim, qeyd edeyim. Mən çıxışlarımda deyirəm ki, deyək, ağır vəziyyətdə gəldi, 5 dəqiqəyə usta qoydum, elə gələn deyir, elə 5 dəqiqə mən də saat çıxım gedim. Elə olmur, sağaltma başqa bir şeydir. O ağrılara dözə bilməyən adamı istəyirsən ki, müəyyən qədər bir ağrıya dözsün, ağrı şokuna düşməsin. Biraz vəziyyəti yüngülləşsin ki, sonradan o korreksiyaları eləyəndə, həm də korreksiyanı eləyəndə bir neçə dəfə lazım olur korreksiya. Nəyə görə? Və o dediyim kimi, o korreksiyanı eləyəndə yerinə qoyanda orada qidalanma bərpa olunur və yaxud dediyim o proseslər gedir və orqanizm özü bunu bərpa eləyir. Bilirsiniz, hər bir şey baş beynin nəzarəti altındadır. Belə olanda orqanizm özü baş beyin hərəkətə gəlir, sinir sistemi mobilizavat edir bütün orqanizmi və o problemi həll etməyə çalışır. Bəzən biz orada ondan əvvəl də, ondan sonra da bu əzələlərlə işləyirik. Çünki əzələlərdə ağrı nöqtələri əmələ gəlir. Ondan işləyirik ki, beyinə informasiya göndərir ki, burada deməli yardıma ehtiyac olan sahə var. Və doğrudan doğruya bir neçə dəfə, bilirsiniz, klinik olaraq biz bunu hiss edirik. Misal üçün mən hiss edirəm. Birinci gələn xəstə, birinci gün o əzələrin spazmını götürəndə bir xeyli onun üstündə işləməlisən. İkinci, üçüncü, dördüncü, beşinci günlər əlini vuranda ağrı var, bir neçə saniyə gedir. Yəni o hiss edirsən ki, beyin özü, baş beyin özü bu vəziyyəti nəzarətə götürür. Cəlal doktor, artıq bizim o 28 nəfər xəttə gözləyir. Çox xahiş edirəm onları gözlətməyə. Yavaş-yavaş qoşmağa çalışaq. Bu arada dəyərli izləyəcəyimiz 012 şəhər telefonları vasitəsilə 404 84 73 proqrama qoşulmaq üçün canlı efirimizin yeganə xəttidir. Əgər canlı efirə qoşula bilməsəniz, birbaşa 070 634 94 02, yəni Cəlal doktor Ümbətovun şəxsi əlaqə nömrəsinə həm zəng, həm WhatsApp üzərindən müraciətlərinizi eləyə bilərsiniz. Xuraman xanım Gəncədən bizi izləyir və xəttə gözləyir. Hər vaxtınız xeyir olsun Xuraman xanım. Tamam, hər vaxtınız xeyir olsun. Xoş eşitdik. Buyurun. Doktora sualım var idi xanım. Buyurun, eşidir. Buyurun. Efirdəsiz. Buyurun Xuraman xanım. Doktor salam. Doktorca sualım var. Mən boynumun arxasında ağır olur boynumda. Kürəyimə vurur. Kürəyimdən də dizdə davanıma vurur ağrını. O nə ilə bağlıdır? Bir hardasa 2 ay bundan qabaq aparata düşdüm. MRT-də qrizam çıxdı belimdə 5 milli. Siz səbəbini deyirsiniz də özünüz deyirsiniz ki, qrizam var 5 milli. Sualınız var mı Xuraman xanım? Deməli qriza ilə, o yırtıqla əlaqədardır da, bəli. Orada da problemin var. Bax, 5 milli balaca ölçüdür, böyük ölçüdür. Problem yoxdur, problem yoxdur. Cəlal doktorun əlində kilo-2-dir Xuraman xanım, növbəti. Bilirsiniz, bax, belə də olur. Deməli, pasiyentlər deyirlər ki, məndə yırtıq əmələ gəlib. Gedir, əməliyyat eləyirlər. Cərrahlara müraciət eləyir. Cərrah da baxır da, MRT eləmirsən, bu sahədə yırtıq var. Cərrah da götürüb onu əməliyyat eləyir. Yəni, cərrahın işi nədir? İndi cərrah onu əməliyyat eləyir. Amma ağrıları getmir. Niyə getmir, bilirsinizmi? Bu, görsən, qadın deyir ki, mənim boynumun dalında, mənim kürəyimin ortasında ağrılar var. Özə bilirsiniz, burada bir Thomas Mayer'in bir anatomik psikopayezda əsəri var, orada bunlar hamısı göstərilir. O ağrılar, deməli, o kanallar vasitəsilə verilir. Misal üçün, arxa səthi kanal var, arxa dərin kanal var, yan kanallar var, spirallar var və s. və ilə axır.
Ona görə də bunlar hamısı bir-birinə necə deyərlər, kömək etmək üçün yaranıbdır, bir-birinə kömək etmək üçündür. Ona görə də bəzən deyək, beldə, döş nahiyəsində problem var. Bəli, ayaqlarda ağrılar olur, bəli, çanaq nahiyəsində ağrılar olur. Hətta büzdüm sümüyündə ağrılar varsa, büzdümdə problem varsa, son vaxtlar daha çox bizim xəstələrdə onlar müşahidə olunur. Deməli, ayağa qədər, dabana qədər spastik elə ağrılar verir ki, qalırsan ki, görəsən bu necədir. Bir, necə demək, praktik olaraq mən bunları deyək, heç qrijası belə olmasa, təsəvvür ki, büzdüm sümüyündə bu gün bir xəstə var, bir xeyli əziyyət çəkir. Deməli, haradasa uşaq vaxtlarından bu yıxılıbdır, büzdümdə o problem olubdur, ondan dəfələrlə müalicə olunubdur. Oğlu deyir, 6 ay bir, 4 ay bir müalicə eləmişim, müəyyən qədər sakitləşibdir. Amma baxıram, hər şeyi yoxladım, o yırtıqlarca söhbət onları. Büzdümdə əməlli başlı əyilmə və sağa doğru yapışma var, yapışıb. Təsəvvür edin, duz, bilirsən, orqanizm onu gərək müdafiə eləyə də, o sayədə bərpa eləyə. Onu misal üçün düzəldəndə ağrılar azalır. Amma çox çətin olur. Neçə illərdir olubdur deyə çox çətin olur. Təzə olsa çox rahat. Bu arada bizim ünvanımız dəyişib, dəyərli izləyicilərimiz. Ünvanla bağlı sual verən izləyicilərimizə qeyd edeyim ki, bizim yeni və daha da sizə keyfiyyətli xidmət göstərməyimiz üçün peşəkar komandamızın olduğu yeni bir məkanımız var ki, Xocalı prospekti 3A ünvanında. Doktorumuz pasientlərini qəbul arasında çox rahat bir yerdədir. Ali məhkəmənin düz yaxınlığında. Siz də rahatlıqla müraciət edə bilərsiniz və qeyd edeyim ki, 07634 9402 müraciət eləməli olduğumuz yeganə əlaqə nömrəsidir. Bunun həm zəngi, həm WhatsApp-ı sizlər üçün açıqdır, aktivdir. Yanaşı olaraq qeyd edeyim ki, əməliyyatsız, qansız, kəsiksiz, iynə dərmansız, belinizdəki olan, onurğanızda olan problemləri, ələxsus qrıja problemini geridə qoymaq istəyirsinizsə, mütləq Cəlal Doktor Hürmətovla əlaqə saxlayın və sonrasında yalnız bizə təşəkkür eləyəcəyiz. Bu arada təşəkkür zənglərimiz də var. Onları da qoşmağa çalışacağıq. Canlı efirimizə qoşulan zənglərin hər birini istiqamətləndirməyə çalışacağıq doktorumuzun öz nömrəsi ilə. Aynur adlı izləyicimiz soruşur ki, 37 yaşım var, belimdə L4, L5 səviyyəsində yırtıq var. MRT-də 6 mm ölçülür. Doktor, belə hallar mütləq əməliyyat mı lazım, yoxsa terapiya salmaq mümkündürmü? Mümkündür, müalicə eləmək mümkündür. Onun bilirsiniz, ölçüsünün o qədər də əhəmiyyəti yoxdur, onun hansı nahiyədən çıxmasının əhəmiyyəti var. Deyək, onların içərisində, yırtıqların içərisində bir paraminal yırtıqlar var, bir də sekvestrolunlar var. Bunlar mütləq cərrahi müdaxilə ilə olmalıdır. Paraminal sekvestrol. Paraminal sekvestrolunun necədir? Bilirsiniz nə var? Paraminal odur ki, onurğa kanalına doğru çıxıbdır. Onurğa kanalına doğru çıxıbdır deyə orada onurğa kanalını sıxır. Onurğanı sıxır. Onurğanı sıxmağı o qədər də vacib deyil. Orada sərt qışa var. Sərt qışanı sıxır. Bilirsiniz, yırtıqların vacib deyil, gedib o siniri, oturaq sinirini deyil, həmişə deyilir, oturaq siniri sıxır. Siniri sıxmağı vacib deyil, sinirə yaxınlaşmağı bəsdir. Onun o futyarı var, qılafı var. O qılafa yaxınlaşır, qılafa yaxınlaşanda burada deməli, autoimmun reaksiya gedir, o gedəndə deməli, iltihablaşma baş verir. İltihablaşma baş verəndə ağrı sinir boyu yayılır. Bu arada bir izləyicimiz qeyd edir ki, 42 yaşım var, qrijam var, Rəşad bəydir izləyicimiz. Sağ ayağıma vurur, keyli və yanma hissi var. Bunu refleks terapiya ilə bu vəziyyətdə nə kömək eləyə bilər? Mümkün deyil. Onu yalnız və yalnız onurğanı dediyim yolla yerinə qoymaq lazımdır. Dünyada, bir də özür istəyirəm, bunu mən məcburən deyirəm. Dünyada hər nə istəyirsiniz edin, ancaq yalnız və yalnız onu onurğanı, fəqərəni yerinə qoymaq lazımdır. Fəqərəni yerinə qoyan kimi bütün ağrılar zaten avtomatik özünü düzələcək. Vəssalam. Deməli, 31 yaşı var xanımın, deyir ki, hamiləlikdən sonra bel ağrılarım artdı, MRT-də protruziya yazılıb. Bu gələcəkdə qrıja çevrilə bilər, Cəlal doktor soruşur. Niyə hamiləlikdən sonra xanımların daha çox artır bu problemlər? Hamiləlikdən sonra ola bilər, o bilirsən, ağır çəki sayılır da hamiləlik. Ağır çəkidən sonra onurğaya güc düşür. Onurğaya güc düşəndə deməli, fəqərələr arasında kompressiya əmələ gəlir. Davleniya, təzyiq artır da kompressiya əmələ gəlir və protruziya verir. Elçin adlı izləyicimiz deyir ki, 47 yaşım var, əməliyyatdan sonra yenidən qrıj əmələ gəlib. Bəs bu niyə təkrarlanır? Niyə elə olur? İzah eləyim. Deməli, əməliyyat olunanda biz dedik ki, iki fəqərənin arasında pulpoz nüvə, fibroz həlqə var. Fibroz həlqə, pulpoz nüvə var. Bu, deməli, cırılıb və tökülür. Deməli, fəqərənin platforması,
fundamenti stabil olmur, yəni ki, kələ-kötür olur. Kələ-kötür olur deyə əməliyyat eləyəndə o tökülən şeyi götürürlər ki, siniri sıxmasın, amma o yatağın normallığı pozulmuş olur. Ona görə də o fəqərə qeyri-stabil olur. Hətta ondan savayda deməli ora giriş üçün kəsik aparılır, bağlar kəsilir, əzəllər kəsilir, sinir ucları kəsilir və s. və ilaxır. Ona görə fəqərə stabil olmur deyə gələcəkdə yuxarılarda deməli yırtıqlar əmələ gələcəkdir. Bəli, bizə müraciət edən xəstələr var, 3 dəfə əməliyyat eləyiblər. 4-cü bizə gəlir. Rənadlı izləyicimiz qeyd edir ki, 34 yaşım var, qrıja diaqnozu qoyulub. Amma ağrılar bəzən tam keçir. Bu o demək ki, qrıja yerinə qayıdıb? Yox. Deməli, onurğanın vəziyyətindən asılı olaraq, onurğanın yer dəyişməsindən asılı olaraq müəyyən bir vəziyyətdə, müəyyən pozada ağrılar arta və ya azala bilər. Mən bu arada qeyd eləmək istəyirəm, əziz dəyərli izləyəcəyimiz 070 634 94 02 nömrəsi bizim dəyərli peşəkar Cəlal Doktor Ümbətovun əlaqə nömrəsidir. Bu və digər mövzularla bağlı səsləndirəcəm növbəti suallarınızı. Bu və digər mövzularla bağlı müraciət edəcəyiniz yeganə əlaqə nömrəsidir. Hansı ki, bütün müraciətlərinizi bu nömrənin həm WhatsApp-ına şəkil olaraq göndərə bilərsiniz. Əgər yaxın zamanda MRT, KT analizlərini keçmisinizsə 070 634 94 02 bu nömrənin WhatsApp-ına şəkilləri göndərə bilərsiniz. Eləcə də hər hansı bir sualınız varsa elə hal-hazırda və yaxud da efirdən sonra zəng edib şəxsən özündən müraciətlərinizi eləyə bilərsiniz. Xəttdə izləyicimiz var. Hər vaxtınız xeyir olsun Mehri xanım. Paytaxtdan bizə əlaqə saxlayır. Mehri xanım, hər vaxtınız xeyir. Buyurun, xoş eşitdik. Bu verilişə baxdım. Gördüm bu verilişdə gedən həkim də elə mənim bu ayaq ağrılarım üçün söhbət açıbdı. Mən dizlərimdən yeriyəmirəm. Dedim desəm görüm necə eləyərəm ki, o dizlərim yeriyə bilsin, yeriyə bilmirəm. Belində ağrı varmı ya və ya olubmu? Belimdə azmaz belə aşağısında azmaz var, amma əsas ayağımda dizimdir. Yavaş. Belində MRT eləmisənmi? Əvvəllər belin ağrıyanda, MRT eləyəndə yırtıq varmı orada? Protruzya varmı? Yoxdur, belimdə bir dəfə getmişəm, yoxdur ağrı. Yırtıq yoxdur. Belində yırtıq yoxdursa, onda travmatoloqa müraciət elə. Çünki dizdə olan ağrıların ümumiyyətlə aşağı ətraflarda, but çanaq oynağında, dizdə, aşıq oynağında, ayaq barmaqlarında olan ağrıların əsas mənbəyi 50%-dən çoxu belə düşür, belin payına düşür. Ona görə bunu müəyyən eləmək lazımdır ki, bu beldən asılıdır, səbəbkar beldir, yoxsa mı diz oynağının özüdür. Diz oynağının özündən travmatoloqlar məşğul olur, onu araşdırıb mənbəyini tapmaq lazımdır. Bizə gələn xəstələrdə biz onları, deməli, orada Korsakoff sindrom söhbəti var, biz onu müayinə eləyirəm, müayinə eləyəndə dəqiqləşdirə bilirəm ki, bu beldən asılıdır, yoxsa dizin özünün ağrısıdır. Doktor, sizdə çox sevdiyim xüsusiyyətlərinizdən də biri budur ki, sizin sahənizdirsə, onurğa ilə bağlı problemdirsə, skoliozdur, kifozdur, lardozdur, bax, danışdığımız qrıja problemidir, osteoxondrozdur, hamısını mükəmməl həll edirsiniz. Amma yox, sizin sahənizin xaricində bir sahəsi, çünki çox həkimlər deyir ki, o da mənim sahəmdir. Amma sizdə çox sevdiyim xüsusiyyətlərinizdən biridir ki, öz sahənizi mükəmməl bacarırsınız, amma özünüzlə əlaqəsi olmayan bir sahəsə deyir ki, gedin sahə mütəxəssisinizə müraciət edin. Bu ən gözəl xarakterdən biridir. Olur, deyək, revmatizmi var, amma bizim yanımıza... Bir var beldən vurulmuş ayaq ağrısı. Yox, bir var revmatizmi var, deyək, gəlib bizim yanımıza və ya başqa yanaşı çalışırıq, deyirik, diagnostika eləyirik və çalışırıq, deyirik ki, səndə bu var və ona qısa bir müddətlə, deyək, nəsə təsir edə biliriksə, onu yazıb bəzən kömək edə bilirik. Ya da ki, bizə aid deyilsə, deyirik, qırdış get. Misal üçün, spondioz olan xəstə vardı, bu yaxınları deyir ki, bizlik deyil, gedə bilərsən, get revmatoloqa, sənin dərman müalicən var. Yəni, bizim müalicə sənə xeyir verməyəcək. Boş-boşuna gəlib getmə. Mən demişəm, deyəsən bir dəfə də, bir nəfər ağsaqqal belə demişəm, o mənə bir şeir də yazıb, çox böyük razılığını bildirib. Yəni ki, sən real olaraq realsan. Belə. Dəyərli izləyicilərimiz, qeyd edeyim ki, canlı efirimizə qoşulmaq istəyib, qoşula bilməyən kifayət qədər izləyicilərimiz var. Fərqli istiqamətdə, fərqli suallar verən izləyicilərimiz də var. Onurğanızla bağlı A-dan Z-yə bütün suallarınızı cavablandırmağa çalışacağım. Hal-hazırda əlimdə də kifayət qədər sizlərin suallarınızı qeyd edib redaktorumuz və bunu mütləq qeyd edeyim ki, Cəlal Doktor Ümbətova əməliyyatsız, qansız, kəsiksiz, iynə dərmansız qrıja probleminizi qeydə qoymaq üçün %100 həll edə bilərsiniz, müraciət edə bilərsiniz və həll yolunu tapa bilərsiniz və yanaşı olaraq qeyd edeyim ki, övladlarınız
ağrınızla bağlı, özünüzlə bağlı, orqanizmdə olan skalyoz, kifoz, lardoz, osteoxondroz problemlərlə bağlı rahatlıqla müraciət edə bilərsiniz ki, yanaşı olaraq da osteoxondrozla bağlı sual verən Səbinə adlı izləyicimiz var. 40 yaşı var Səbinə xanımın. Qeyd edir ki, hər səhər oyananda belimdə sərtlik və ağrı hiss edirəm. Bu osteoxondroz ola bilər, Cəlal doktor? Osteoxondroz da ola bilər, protruzya da ola bilər. Əgər revmatizm yoxdursa, revmatoid poliartrit söhbəti yoxdursa, bunu araşdırmaq lazımdır. Bunların hamısı da öyle bir şey verə bilər. Aydındır. Boyun və bel osteoxondrozu eyni anda ola bilərmi? Soruşur 36 yaşında Nigar xanım. Ola bilər. Bilirsiniz nəyə görə? Osteoxondroz duzlaşmadır. Yox, duzlaşma deyil. Osteoxondroz bilirsiniz necədir? O deməli onurğanın boyun, döş və bel hissəsi var. Bunların içərisində ən böyük hərəkətli hissəsi boyundur. Boyun hissəsi deməli hərəkət eləyəndə təsəvvür eləyin ki, bir kvadrat şəklindədir fəqərələr. Bunlar hərəkət eləyəndə bunların deməli tinləri bir-birinə ilişə bilir. Niyə ilişə bilir? Ona görə ki, bir balaca fəqərə bir-birinə yaxınlaşır, hərəkətdə mane olur. Elə olanda orqanizm özü təbii olaraq o tini belə biraz yuvarlaqlaşdırır, o sahəni böyüdür. Bu sahəni böyüyəndə rentgndə baxırlar, orada boynuzuqlar olur və bəzən deyirlər ki, duz var. O duz deyil, duzlaşma deyil. O deməli, orada olan həmin bu proseslər nəticəsində, təmas nəticəsində ora autoimmun reaksiyalar da gedir deyə müəyyən qədər ağrılar verə bilir. Həm də çox, necə deyərlər, bu gələcəkdə fəsad törədə bilər. Çünki həm də boyunda olduğuna görə boyun çox zəngindir, onurğa beyni var. Beldə deyək, bir o qədər şübhəli deyil, çətin deyil, təhlükəli deyil. Nəyə görə təhlükəli deyil? Çünki onurğa beyni birinci, ikinci bel fəqərəsinə qədər gedir. Amma boyun fəqərələrində onurğa beyni var, oradan sonra boyun fəqərələrinin düz yan çıxıntılarından arteriyalar gedir. Ona görə boyun daha təhlükəli sayılır. Boyun çox təhlükəlidir. Amma təhlükəli olmasına baxmayaraq, yəni doktor, kifayət qədər çox insanların sağlamlığına qaytarmışsınız. Heç vaxt deyək, boyunda manual hərəkət etmirəm demək olar ki. Nəyə görə? Çünki oradakı o spazmaları götürəndən sonra bəzi xırda hərəkətlər eləyirəm ki, hərəkətlilik vermək üçün. Sizin ev tapşırıqlarınız da var. Onu da soruşacağım sizdən, sözsüz ki, izləyicilərimizi qoşmağa çalışacağıq. Dəyərli izləyicimiz, əgər sizin suallarınızı səsləndirdimsə, cavab tapdıqsa, hər hansı bir əlavə sualınız yaranırsa 070 634 94 02 bu yeganə bizim əlaqə nömrəmizi Cəlal doktor Ümbətovun əlaqə nömrəsidir. Şəxsi öz cavab verdiyi bir əlaqə nömrəsidir ki, siz hal-hazırda da WhatsApp üzərindən müraciətlərinizi yaza bilərsiniz və yaxud da zəng vasitəsindən zənglərinizi ev rahatlığına qəbullara yazılıb. Sonrasında bizə yalnız təşəkkür zəngləri, təşəkkür mesajları qeyd edə bilərsiniz. Hər vaxtınız xeyir olsun Şəbnəm xanım. Salam. Aleyküm salam. Xoş eşitdik. Efirdəsiz. Həkim, mən həkimə sualım var. Həkim, mənim boynumda qrizə var, protruzya 2 milli ölçüdədir. Qollarımda uyuşmalar olur, gecə yatanda ən çox məni narahat eləyir. Əllərimdə, qollarımda, çiynimdə belə ağrılar olur da dəhşət. Onunla bağlı müalicə almışam. Müalicə də alıb. Problem yoxdur. Bax, yenə deyirəm. Siz onu gedəcəksiniz, iynə, dərman, fizioterapiya yine yola gedər, iynə, dərman eləyəcəksiniz və müəyyən vaxt azalacaqdır, amma sonra yenə sizi narahat eləyəcəkdir. Onu kökündən bir dəfəlik həll etmək mümkündür. İynəsiz, dərmansız, əməliyyatsız. İynəsiz, dərmansız, əməliyyatsız və tam zəmanətlə bizim doktorumuz bu problemlərin hər birini həll edir. Olur ki, siz də elə günü bugün, bu dəqiqə, bu saniyə zəng eləyib müraciətlərinizi eləyə bilərsiniz. Əgər uzun illərdir elə insanlar var ki, keçən efirimizdə hətta 30 ildən sonra sağlamlığına qovuşan insanlar var idi ki, 30 il, 20 il, 15 il, 10 il o qədər insanlar olub, şükürlər olsun ki, hər biri sağlamlığına qovuşub. Düşünməyin ki, mən də artıq uzun illərdir bu ağrıyla əziyyət çəkirəm və yaxud da əməliyyat olunmuşam, əməliyyatdan sonra qəbul eləyərmi deyə düşünməyin. Çünki əməliyyatdan sonra belə sağlamlığına geri qaytardığı insanlar günümüzdə kifayət qədər çoxdur. 070 634 94 02 Cəlal doktor Ümbətovun kifayət elədiyi, yəni yeganə əlaqə nömrəsidir. Bu danışdığımız zəmanət haqqında soruşacağım bizim dəyərli doktorumuzdan, çünki çoxlarına maraqlı olan bir məqamdır. Canlı efirimiz amma sizlər üçün xidmətinizdədir. Biz hal-hazırda
aramızda çox qısa, yəni 1 dəqiqə yarımlıq fasiləyə keçirik. Amma fasilə müddətində də siz canlı efirə qoşulub suallarınızı, müraciətlərinizi edə bilərsiniz. 012 şəhər telefonları vasitəsilə 404 84 73 canlı efirə qoşulmaq üçün qaynar xəttimizdir. Reklamlara keçirik. 1 dəqiqə fasilədən sonra qaldığımız yerdən daha da mükəmməl formada davam edəcək. Odur ki, izləmədə qalın. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Əziz və dəyərli izləyicilərimiz, özünüz ekranlara bir neçə adım daha yaxın əyləşin. Evdə, ailənizdə, sevdiklərinizdə, qohum-əqrəbədə, qonum-qonşuda kimdə bel ağrısı problemi varsa, onurğa ilə bağlı skalyoz, kifoz, lardoz, ən əsası isə qrija problemi varsa, qrijanın ölçüsündən asılı olmayaraq ekranlara daha yaxın əyləşin. Bu sahənin ölkədəki yeganə təbibi studiyamızın özəl qonağıdır ki, hər zaman deyirik, əməliyyatsız, qansız, kəsiksiz, iynə dərmansız qrijanızın yoxa çıxmasını istəyirsinizsə, mütləq bizim dəyərli nevroloqumuz Kastaprav zərbə terapiyası üzrə mütəxəssis, eyni zamanda Uğur Tibb Klinikasının təsisçi rəhbəri Cəhət Doktor Ümətova müraciət edə bilərsiniz. Hansı nömrələr vasitəsilə müraciət eləyək deyə soruşursunuzsa, yeganə bir nömrəni sizə istiqamətləndirəcəm. O da 070 634 94 02. Bu nömrənin həm WhatsApp-ı, həm zəngi sizlərin xidmətinizdədir. Əgər siz də əməliyyatdan sonra epiqrezlər deyirlər, səhv eləmirəmsə, epiqrezləriniz varsa, yaxın zamanda 1 ay, 2 ay ərzində MRT KT-dən keçmişsinizsə, analizlərin cavablarını göndərin və Cəhət doktor sizə düzgün istiqaməti göstərsin. Yox, əgər MRT-dən keçməmişsinizsə, doktorumuzun qəbullarına gəlin. Çünki canlı MRT vasitəsilə o əli ilə biləcək ki, harada, necə problem var və nə ağırlıqdadır. Hər zaman deyirik ki, daha doğrusu biz yox, həkimlərimiz deyir ki, tibbdə zəmanət yoxdur, yəni klassik təbabətdə. Amma siz bütün efirlərinizdə, sayənizdə artıq bizim də gördüyümüz nəticələrə görə deyə bildiyimiz, çox güvənli formada dediyimiz bir mövzu var ki, sizin icra etdiyiniz həmin o əməliyyatsız, qansız, kəsiksiz prosedurların hər birinə zəmanət var. Zəmanətimiz nədən ibarətdir? Deməli, belədir. Mən xəstəyə baxıram, diaqnostika eləyirəm. Diaqnostika eləyəndən sonra deyirəm ki, əgər MRT-si varsa, yoxdursa da, deyirəm, səndə bu məsələlər var. Belə eləyəcək, sizi 2 gün hazırlayacaq, 3-cü gün korreksiya eləyəcəyəm. Korreksiya eləyəndə mənə də, sizə də, hamıya da məlum olacaq ki, sizin bu xəstəlik bizim metodla müalicə olunur, ya olunmur. Neçə faiz bizim bu metoda tabi olur. Bunu mən hamıya deyirəm və əgər yaşlı adam olursa, proses köhnədəndirsə, korreksiya eləyəndə deyirəm, neçə faiz yaxşılaşma var, soruşuram. Misal üçün deyir 20%, 30%, 50%, 70%, hərə bir cür deyir. Biri deyir, heç nəyin qalmadı, heç bir ağrım yoxdur. Deyirəm, deməli, biz etdiyimiz hərəkətlər, metod sizin bu ağrılarınızı götürür. Deməli, biz səbəbi bilirik, o səbəbi aradan götürə bilirik, sizin ağrıları götürə bilirik. Deməli, davam etmək olar, gəlin, davam eləyin və qutaracaqsınız, bu bəladan qutaracaqsınız. Yox, əgər yaşlı adam dediyim kimi bəyək, deyək, o prosesə, misal üçün deyir, 10%, deyirəm ki, bax, gəl belə danışaq. Bu 10%-dir. Sən, deyək, kursun axırına kimi burada qalmalısan 10-12 gün. Axırda bir də korreksiya eləyəcəyəm. Ondan sonra bir neçə dəfə vaxt verəcəyəm, gələcəksən, korreksiya eləyəcəyəm. Amma sən 18 yaşında olası deyilsən. Bu, səni özünü idarə etməyə imkan verəcəkdir. Razısansa buyur, razı deyilsənsə yenə buyur. Yenə də buyur. Yəni, bax belə, bu cür. Hətta, baxın, təsəvvür eləyin ki, mənə çox vaxt hələ deyirlər ki, niyə 3-cü gün? Baxırsınız, izah eləyim nəyə görə. Bilirsiniz, bu sümük özlüyündə heç bir şeyi həll eləmir. Onu əzələ, hərəkətə gətirən əzələdir. Əzələ, bağ sistemi, sinir sistemi və s. və ilaxır. Bu, əgər bu əzələ bunu dartıb çıxarıbsa yerindən, mən onu yerinə qoyanda bu əzələdə spazm var, gödəlmə var. Bu yenə də çəkib aparacaqdır. Əzələnin spazmını götürmək lazımdır ki, sonra bunu yerinə qoyasan, təzədən çəkib çıxarmasın. Bax, bu oyunda o manual hərəkətləri, mən o spazmaları götürməsəm, maliyyə işi, ən balaca belə manual hərəkəti etmirəm. Niyə görə? Çünki zorla deyil ki, bəli, mənim yanıma gəlib pasiyentlər dartıb boynunu əyiblər, boynunu düzəldə bilmir. O sosial şəbəkələrdə görürük, belə səs çıxardır, boğazına xırt-xırt belə səslər. O, bilirsiniz nətər, ola bilər, hardasa nəsə... Və yaxud da ani bir hərəkət elətdirir. Hardasa nəsə, biz xeyr, onu eləmirik. Avropada bütün... O nədir təhlükəli var? Avropada bütün ona şey qoyublar, qadağa qoyublar ki, belə bir şey eləmək olmaz.
Doğrudan da eləmək olmaz. Bəzi doğrudan manual hərəkətlər eləyirik. O kinezoloji hərəkətlər var, kinezoterapiyalar var, diaqnostikada istifadə edirik. Amma bu demək deyil ki, gərək biz zorakılıq eləyik. Yəni bədən üstündə bizim ən böyük zorakılığımız nədən ibarətdir? Barmağımızı qoyub əlimizlə yalnız əllə o fəqərənin yerinə qoymağa çalışırıq, aralamağa, düzəltməyə, yerinə qoymağa çalışırıq. Ən böyük zorakılığımız ondan ibarət. Özü də belə, yalın əllə. Yəni başqa hər hansı bir avadanlıqdan məhsuldan istifadə olunmur. Dəyərli izləyicilərimiz, əgər siz də qrıja probleminizi bir neçə günə həll olunmasını istəyirsinizsə, əməliyyatsız, qansız, kəsizliyinə dərmansız və ən əsası zəmanətlə həll olunmasını istəyirsinizsə 070 634 94 02 nömrəsi sizlərin xidmətinizdədir. Zənglərimiz var. Mən istəyəcəm canlı efir əlaqə nömrələrimizi qeyd edeyim. 012 şəhər telefonları vasitəsilə 404 84 73 canlı efirə qoşulmaq üçün yeganə əlaqə nömrəmizdir. 39 yaşım var qeyd edir Nihat bəy. Deyir ki, qrijam 8 mm-dir, amma ağrı bəzən az, bəzən də çox olur. Ölçü artdıqca ağrı da artır, yoxsa doktor bunun əlaqəsi yoxdurmu? Əgər burada 8-dirsə ölçü artmaya bilər, heç azalmaya da bilər. Orqanın vəziyyətindən asılı olaraq, çox maraqlı sual verir. Vəziyyətindən asılı olaraq ağrılar arta bilər. Yəni, çox maraqlı sual verir, mən də o sualın ardınca elə sizdən soruşum. Ölçü artdıqca ağrı artır, yoxsa ölçünün ağrıya bir əlaqəsi yoxdur? Ölçünün az əhəmiyyəti var, onun hansı nahiyədən çıxmasıdır, hansı sinirə uyğun gəlməsidir, hansı formada olmasıdır. Tural adlı izləyicimiz deyir ki, 51 yaşım var, mənim L5 S1-də qrijam var, cərrah əməliyyat dedi, amma alternativ müalicə istəyirəm. Zərbə terapiyası bu mərhələdə effektiv olar mənim üçün. Yaşım da var, 51 yaşı var əslində. 51 yaş elə bir böyük yaş deyil və kömək edə bilərik. Bizim canlı efirimizdə zənglərimizi qoşmağa çalışacağıq yavaş-yavaş. Tabur adlı izləyicimiz bizi gözləyir, paytaxtdan bizi izləyir. Hər vaxtınız xeyir olsun Tabur xanım. Sağ olun canım, sağ olun xanım. Efirdəsiz, buyurun. Mən onurğamda işlər sürüşmə var. Iynə, dərman da qalmayıb eləmişəm, xeyri yoxdur da. Ayaqlarım dizdən aşağı yatır, taxta kimi barmaqlarım da cız-cız-cızıldayır, hələ bir ki nəsə batır. Bilmirəm, nə edeyim də olar üçün. Sualınız var Tabur xanım? Sualım yoxdur. Yəqin MRT eləyib ki, bilir sürüşmə var da. İzləmədə qalın Tabur xanım. Gəlsin, kömək eləyərik. Tabur xanım, məncə elə bu söz sizin üçün bir ismarıcı olar. Siz də rahatlıqla müraciət edə bilərsiniz. 070 634 94 02. Bu nömrənin həm WhatsApp-ı, həm zəngi bütün izləyicilərimizə xidmətindədir. Nəinki paytaxtdan, regionlardan kifayət qədər izləyicilərimiz var. Hətta region səfərləri ilə bağlı sual verən izləyicilərimiz var ki, doktorumuz çox təəssüf ki, buradakı pasientlərini hələ çatdıra bilmir. Ona görə region səfərləri yoxdur. Regiondan belə 10 günlük, bir həftəlik durun gəlin paytaxtda. Düz Xocalı prospekti 3A adresində çox rahat yerdə, şəhərin tam mərkəzində, hansı ki, Ali Məhkəmənin yaxınlığında yerləşir bizim klinikamız, hansı ki, yeni fəaliyyətə başlamışıq orada. Buna qədərki klinikada artıq uzun illərdir fəaliyyət göstərirdi. Doktor, elə Xocalı prospekti 3A adresindəki yeni fəaliyyətə başlamış mərkəzlə bağlı sizəcə məlumat verəsiniz. Daha gözəl şəraitiniz var orada artıq. Deməli, orada daha gözəl şəraitimiz var. Xeyirli olsun. Daha da bizim əsas bütün rayonlardan gəlirlər, bölgələrdən gəlirlər. Yəni, tapmaq rahat olur. O birisi yerimiz deyək, düzdür, mərkəzdə idi, amma biraz çətinlikləri vardı, maşın saxlaya bilmirdilər. Biraz sıxlıq olduğuna görə gəlib çıxa bilmirdilər. Amma bura genişlikdir. Həm də yanında deyək, məşhur yerlər var, orientirovka üçün onlardan istifadə edib gələ bilərlər. Yer olaraq, məkan olaraq çox rahat bir yerdə yerləşir, amma istənilən halda sizdə canlı növbə olmadığına görə, bəzən canlı növbə üçün gələnlər də kifayət qədər çox olur, amma özünüz birbaşa efirdən, daha doğrusu gəlməmişdən öncə müraciət eləsəniz, zəng eləsəniz daha yaxşı olar və yaxud da biz sizə konum da göndərə bilərik. Növbəni deyim Gülnar xanım, belə bir şey var. Mənim köməkçim var, o köməkçi bəzi şeyləri eləyir, mənim ona vaxtım qalır. Vaxtım qalır deyə təzə gələnləri qəbul eləmək imkanım olur. İmkanım olur deyə o təzə gələnlər bir o qədər də gözləmirlər. Əslində bu möcüzəvi yanaşma ilə bağlı mən düşünürəm ki, 100 dəfə deməkdənsə bir dəfə görmək daha yaxşıdır. Ona görə dəyərli izləyicilər, tam səmimiyyətimlə deyirəm. Çünki mən həftənin 7 günü canlı efirdəyəm. Bizim daimi izləyicilərimiz çox gözəl bilirlər ki, mən efirdə də elə efirdən kənar olduğum qədər səmimiyəm. Hətta bu mövzularla bağlı bizim idman mütəxəssislərimiz, bizim digər səhər proqramımızda, Xoş Sabahda, eləcə də neyrocərrahlarımız verilişlərimizdə qonaq olurlar. Amma
onlar belə qrıja ilə bağlı problemlərin həlli yolunu danışan deyirəm ki, xahiş edirəm, qrıja mövzusuna toxunmayın, yəni onurğa ilə bağlı danışmayın. Çünki bilirəm ki, onurğa xəstəlikləri üzrə Azərbaycanda yeganə bu sahənin peşəkar təbibi var ki, o da məhz Cəlal doktor Hümbətovdur ki, əməliyyatsız, qansız, kəsiksiz və işini zəmanətlə görən. Çünki mənim özümdə də skalyoz problemi var idi, doğmalarımızda, əzizlərimizdə də problemləri ən qısa zamanda və hətta deyərdim bir neçə belə deyim də seansa həll elədi ki, siz də əgər onurğanızla bağlı problemi yaşayırsınızsa, bu problemi geriyə qoyun. Çünki həqiqətən də onurğada bir problem olanda yaşayanlar bilir ki, bütün həyat keyfiyyətinə çox pis təsir göstərir. Yeganə bir əlaqə nömrəmiz var, sizlərə şiddətli tövsiyə edirəm. 070 634 94 02. Bu nömrənin WhatsApp-ına yaza bilərsiniz, zəng də eləyə bilərsiniz. Sənəm xanımın sualından sonra mən öz suallarımı səsləndirəcəm doktorumuza. Hər vaxtınız xeyir olsun Sənəm xanım. Salam, salam, hər vaxtınız xeyir. Buyurun. Həkimi salamlayıram. Qızım, gərək mən şəxsən həkimin yanında olum ki, bütün dərdlərimi deyim, danışsam, verilişim vaxtına aparmış olarım. Allah dərd verməsin, buyurun. Bəli, mən MRT-də olmuşam, həkimə müraciət etmişəm. Həkim məndə neçə santı boyun yırtığı məsləhət görübdü, ona da implant qoydurmuşam, 2 ilə yaxındır. İndi mənim ayaqlarımda çox böyük şişlər əmələ gəlibdir. Demək olar ki, yeriyə bilmirəm. İmplantı da o dərəcədə qoydular ki, güya gələcəkdə mənim ayağım necə də belə şikəst kimi olmayıb. Ancaq heç bir xeyrini görmədim. İndi də ayaqlarımda qırmızı var, o da deyirlər yel xəstəliyidir. Demək olar ki, 15 respublikada klinika gəzmişəm, dərdimə çarə yoxdur. Sualınız varmı Sənəm xanıma? Hər halda o... Sənəm xanımda buket xəstəlikdir. Hər də buketdir, amma belə bilirsiniz, bunlarda bu belə pasiyentlərdə psixologiya belədir. Deyirəm ki, ürəyini boşalt. Danış, hamısını danış. Ona görə siz çox istəyirlər, doktor. Amma bir də bilirsiniz nə? Hər tərəfli onların yanında dəstək olursunuz. Bir alternativ təbabətdə belə bir şey var ki, gərək biləsən ki, orqanizm nə vəziyyətdədir. Ondan sonra buna təsir edə Bəlkə də burada psixoloji faktorlar var. Təkcə deyək, mən deyək, əvvəlcə terapevt olmuşam, sonra nevroloq və s. Uzun illərdə artıq 40 ildən çox. Yəni, mən həmişə xal təbəbəti ilə müalicələr aparmışam deyə, burada xal təbəbətində, alternativ təbəbətdə yanaşma başqa cürdür. Yəni, orqanizm hansı vəziyyətdə olmağına baxırsan və bəzən sadə bir şeylərlə bir həftəlik nəsə yazırsan ki, bunları elə gələrsən. Bir həftə sonra gəlir xəstə, pasiyent deyir ki, mən uçuram. Hər şey yaxşıdır, özümü çox yaxşı hiss edirəm, haradasa nəsə qalıb. İndi onun üstünə düşürsən. Belə. Mən dəyərli Sənəm xanıma, özüm, bizim dəyərli daimi izləyicimiz Sənəm xanım, sizə bir mənalı tövsiyə edirəm, gedin doktorumuzun qəbuluna, sonra mənə mütləq məlumat verin, mütləq fikirlərinizi bizimlə bölüşün. Artıq elə bir situasiya, elə bir səmimiyyət və elə bir işlənlik yaranıb ki, doktorumuzla bizim şəxsən öz kollektivimiz arasında şəxsən mən özüm zəmanət verirəm ki, doktorun həll eləyəcəyi problemdirsə, o tam işini zəmanətlə həll eləyəcək. Yox, artıq burada müəyyən bir istisna situasiyalar varsa, o hansı ki, cəmi 3-5% hallarda istisna vəziyyətlər olur. Çünki sizdə implant da tətbiq olunub və digər mövzular da var. Ona görə rahatlıqla 070 634 94 02 zəng eləyin, müraciət edin, düzgün adresə və düzgün formada da müalicənizin gedişatını izləyin. Deməli, İlgün adlı izləyicimiz qeyd edir ki, 38 yaşım var, MRT-də dorsal difuz protruziya yazılıb. Bu hansı mərhələ sayılır və qrıja keçməməsi üçün nə etməliyəm, Cəlal doktor soruşur. Protruziya var, o arxa deməli şeylərdədir, çıxıntılarda dəyişiklik var, arxa çıxıntılarda dəyişiklik var, ancaq kömək etmək olar. Bizim inşallah proqramımız saat 4 tamama qədər canlı yayımlanacaq dəyərli izləyəcəyimiz. Odur ki, siz də bu son dəqiqələrdən istifadə edərək rahatlıqla canlı efirə qoşula bilərsiniz və qeyd edeyim ki, canlı efirə qoşulmaq istəyib qoşula bilməyən izləyəcəyimizin suallarını özümdə qeyd eləmişəm. Hər birini səsləndirəcəm ki, şəhər telefonlarından əlaqə saxlayıb müraciət eləmək istəyib də xəttə qoşula bilməyən izləyəcəyimiz 070 634 94 02 nömrəsi əlaqə saxlaya bilər rahatlıqla. Qeyd edir ki, Aysil xanım, 33 yaşım var, qrıja sağ tərəfdə idi, indi isə sol tərəfimə də ağrı keçir. Bu iki tərəfli qrıja deməkdir, yoxsa necə? Yox, deməli belə olur da. Bayaq danışanda mən dedim ki, əgər orada yırtıq əmələ gəlirsə, o fəqərələr arasında olan o fibroz həlqə, pulpoz nüvə, o deməli tökülür və fəqərə bir-birinin üzərində oturur. İndi əgər bu kompresiya nəticəsində bu bir tərəfə çıxıbsa, bu yırtıq bir tərəfə çıxıbsa, o tərəfdəki siniri sıxırsa və bir tədbir görülmürsə, bu biraz da oturur
biraz da oturur, o ikinci tərəfdə də ağrı törədə bilər. Aydındır. Mən istəyəcəm izləyici suallarına davam edeyim. İzləyicimizin biri qeyd edir ki, 1 ay fizioterapiya keçdim. 50 yaşım var, İlham Ədadır. Amma ağrılarım yenə qayıdıb. Bu halda zərbə terapiyası daha effektivdirmi? Bax, mən onu dəfələrlə deyirəm, təkrar deyirəm. Onurğada olan problemlər və bizim məşğul olduğumuz problemlər ondan ibarətdir ki, onurğada struktur dəyişikliyi var. Fəqərə yerində deyil. Fəqərə yerində deyilsə, bu fəqərəni yerinə qoymursansa, hər hansı bir metod müvəqqətidir və mənası demək olar ki, yoxdur. Doktor, ev tapşırıqları dediyiniz həmin pasientlərinizə nə tövsiyə edirsiniz? Necədir? Deməli, deyək, kurs proseduraları keçir. O bir 10 gün, 13 gün o proseduraları keçəndən sonra bir əvvəl 3-cü gün dediyim kimi 3-cü gün korreksiya eləyirik. Baxırıq ki, bizlikdir ya bizlik deyil. Sonra axırıncı günü eləyirik. Ondan sonra vaxt veririk ki, deyək bir 10 gündən, bir həftədən, 10 gündən, 12 gündən bir neçə dəfə gəlsin korreksiyaya. Nəyə görə? Çünki biz ona həm nəzarət eləyək, həm də korreksiyaya görə ehtiyac varsa onu eləyək. Nəyə görə? Bayaq dediyim kimi, orqanizm həmin o problemi həll etməsi üçün şərait yaratmaq lazımdır və vaxt vermək lazımdır. Ona görə. Arzu xanım deyir ki, 43 yaşım var və cəlb sizdən soruş ki, refleksi terapiya ilə yırtığın ölçüsünü azaltmaq olar, yoxsa sadəcə ağrını mı azaldır? O sadəcə olaraq bilirsiniz, hər bir şey deyir, amma bir şey deyim də, bir bənzətmə deyim. Əgər diş pastasını sıxıb çıxarmısansa, onu geri sala bilərsənmi? Əgər geri sala bilməzsənsə, deməli, yırtığın oradan deyək, götürülməsinə nail olmaq çox çətin olur. Yalnız və yalnız şərait yaratmaqla, dediyim kimi, fəqərənin anatomik vəziyyətinə gətirməklə, oradakı qidalanmanı yaxşılaşdırmaqla bunu etmək mümkündür. Niyə? Çünki orqanizm özü edir. Orqanizmin özü, deyək, bizdən ağıllıdır, tədbirlidir, hər tərəflidir, özü tədbir görür. Deməli, Ramin adlı izləyicimiz qeyd edir ki, işim kompüter qarşısındadır, onurğamda ağrılar yaranıb. Hər gün refleks nöqtələrinə masaj etməyin faydası varmı? Özü masaj eləmək? Özü masaj refleks nöqtələrinə eləməyin müəyyən mənada xeyri var, müəyyən mənada. Amma ki, əsas o məsələ deyil, əsas səbəb deyil. Əsas səbəb aradan götürmək lazımdır. Sonradan o, əgər həm oturaq vəziyyətdə oturursa, o onurğanın arxa əzələlərini inkişaf elətdirmək lazımdır. Heç olmasa idman eləyəndə bu arxa əzələləri gücləndirə biləcək idman eləsin. Deməli, izləyicimiz qeyd edir ki, boyun osteoxondrozu ilə bel qrıjası eyni anda müalicə oluna bilərmi Cəlal doktor? Əlbəttə, onurğa bir yerdə... Və yaxud da onurğada bir neçə qrıja olduğu halda? Onurğada bir neçə yerdə olduğu yerdə. Bəzi xəstələr gəlir, onurğada 5 dənə yırtıq var. 5 dənə. Deyirəm ki, zalın 5 dənə bel fəqərəsi var, 5-də də yırtıq var. Bəli. Mən istəyəcəm dəyərli izləyicimizə qeyd edeyim. Canlı efirə qoşulmaq istəyən izləyicimizin hər birinin sualları məndədir. Amma yenə də qeyd edeyim sizlərə dəyərli izləyicimiz 012 şəhər telefonları vasitəsindən 404 84 73 canlı efirə qoşulmaq üçün qaynar xəttimizdir. Qaynar xəttə qoşula bilmədiyiniz təqdirdə 070 634 94 02 bizim efir rejissorlarımızın mütəmadi silinməmək şərti ilə qeyd elədiyi əlaqə nömrələri sizlərin xidmətinizdədir. Bu nömrənin həm WhatsApp-ı, həm zəngi sizlər üçün açıqdır. Rahatlıqla zəng edib müraciətlərinizi eləyə bilərsiniz. Əfsanə adlı izləyicimiz qeyd edir ki, bir il əvvəl L5-S1 yırtığına görə əməliyyat olunmuşam. İndi eyni yerdə yenidən ağrı var. Bu təkrarlanma əlamətidir, yoxsa nədən bu cür olub? Orada deməli qidalanma kəsik aparılıb deyə, dediyim kimi əzələ, bağlar kəsilib deyə, sonra o deməli fəqərənin oturduğu platforma düz deyil deyə orada ağrılar ola bilər, mümkündür. Əməliyyatdan sonra bəs idmana nə qədər vaxtdan sonra başlamaq lazımdır, soruşur? Əməliyyatdan sonra gələk bərpa dövrü, keçə bərpa dövrü təqribən 2 ay, 3 ay belə çəkir. Çünki əməliyyatdan sonra gələk tam sağalma verə sonra. Ümumiyyətlə, əməliyyatdan sonra yaranma halları mən düşünürəm daha çox olurdu. Orada müəyyən yəqin başqa səbəblər də var. Səbəb yalnız və yalnız ondadır. Əgər yaxşı halda əməliyyat eləyəndə bunun o anatomik vəziyyətinə fəqərəni qoyurlarsa, onda nə gözəl. Amma eləməyəndə, o şeyi təmizləyəndə tez baş verir ağrılar. Onu yerinə qoysalar, belə görürsünüz, bax, mən deyirəm ki, biz bir neçə dəfə korreksiya eləyirik. Bir neçə dəfə fəqərəni anatomik vəziyyətinə qoyuruq ki, orqanizm imkan tapsın, vaxt tapsın, o defekti aradan götürsün. Bunun üçün vaxt lazımdır. Bir onu da deyim ki, təqribən bir ay, ay yarım, bəzən 2 ay vaxt lazım olur.
O demək deyil ki, biz elə 2 ay ondan məşğul oluruq. Xeyr. Ona vaxt veririk deyə, misal üçün, 1 həftədən, 2 həftədən bir dəfə gəl. 2 həftədən bir dəfə gələndə ayda 2 dəfə gəlir. Amma vaxt qutarandan sonra lazım deyil. Tam bərpa olur. Mən bu arada qeyd edeyim ki, dəyərli izləyəcəyimiz, ən gözəli ilə əməliyyat ən sonuncu həddədir. Hansı ki, dünya statistikası, dünya praktikası üzərində də, hətta nəzəri tərəfdən də bu yalnız, yəni qrıja problemi yalnız 5-7% aralığında əməliyyata göstərişdir. İstənilən bütün hallarda əməliyyatsız da müalicə metodikası var ki, əməliyyatsız müalicə üçün ölkədə yeganə bir mütəxəssis var, o da studiyamızdadır. Əməliyyatsız, qansız, kəsiksiz, iynə dərmansız və heç bir invaziv müdaxilə olmadan, heç bir dərman preparatları qəbul eləmədən bu qrıja problemini geridə qoymaq istəyirsinizsə, bel ağrılarınızla vidalaşmaq istəyirsinizsə 070 634 94 02 bu problemi zəmanətlə həll edən Cəhət Doktor Ümbətovun şəxsi öz əlaqə nömrəsidir. Bu nömrənin həm zəngi, həm WhatsApp-ı sizlər üçün aktivdir. Məryəm xanım qeyd edir ki, 33 yaşım var. MRT-də lateral protruzion 3,8 mm yazılıb. Bu təhlükəlidir. Təhlükəli deyəndə protruziyadır. Biraz sonra 3 mm-ə qədər protruziya yazılır. 3-dən yuxarı 7-yə qədər, bəzən 8-ə qədər prolapsus sayılır, əgər o cırılıb tökülməyibsə. Amma o 3-dən yuxarı deməli yırtıq sayılır. Əlbəttə yırtıq deməli təhlükəlidir ona görə ki, gələcəkdə o çıxan sinirdən asılı olaraq gələcəkdə o sinirdə problemlər törədə bilər, hərəkətdə məhdudluq yarada bilər və müxtəlif cür ağırlaşmalar ola bilər. Aydındır. Daha bir izləyicimiz qeyd edir ki, Eldar bəy 49 yaşım var. EMG nəticəsində sinir keçiriciyi zəif çıxıb. Bu qrıja ilə bağlıdır. Əgər qrıjası varsa, EMG nədir doktor? Ötürücülükdür. Ayla adlı xanım qeyd edir ki, 45 yaşım var. Disk dehidrasiyası yazılıb. Yəni disk quruyub. Bu hal bərpa oluna bilər Cəlal doktor? Əgər orada quruyubsa, deməli disk fəqrələr bir-birinə yaxınlaşıbdır. Müəyyən qədər onu korreksiya eləyəndə bəli qidalanma təmin oluna bilər və yaxşılaşa bilər. Aydındır. Mən istəyəcəm izləyicilərimizin suallarından qaldığım yerdən davam edeyim. Qrıja ilə bağlı analizlərdə ESR30 CRP 5,8 çıxıb. Bu iltihab deməkdir, yoxsa müalicəyə təsir edirmi? ESR30 CRP yazılıb 5,8. Deyib ki, analizin cavablarını bizə göndərib də. Analizin cavablarını göndərib də. Bu analizin cavablarını birbaşa doktorumuzun özünə göndərində dəyərli izləyəcəyimiz. Mən bəlkə düzgün oxumuram. C varsa, deməli orada iltihab var. Aydındır. Skalyozla bağlı sual verən izləyicilərimiz də var. Skalyozla bağlı da istəyəcəm sonda fikirlərinizi, tövsiyələrinizi verəsiniz doktor. Skalyozla deməli çalışmaq lazımdır ki, skalyoz uşaqlarda çox rast gəlinir. Ona görə çalışmaq lazımdır. 12 yaşa qədər əgər uşaqlar müraciət edirsə, çox qısa müddətdə və çox gözəl bunu düzəltmək olur. Amma yaş artdıqca bu çətinlik törədir. Amma tez gələndə daha tez düzəlir. Əsas məsələ odur ki, yenə də burada klassik təbabətdə skalyozun 85% deyirlər ki, idiopatikdir, mənşəyi məlum deyil və müalicəyə tabi olmur. Ancaq alternativ təbabətdə bunlar deməli diafraqmadan, çanağın əyilməsindən, aşağı bel fəqərələrində olan deformasiyalardan, problemlərdən, yırtıqdan, protruziyadan və s. və hətta birinci boyun fəqərəsinin yerində olmamasından asılı olaraq baş verir. Bəzən bəli, deməli vitamin D çatmamazlığı, kalsiya azlığı, bəzən deməli zobda olunan əməliyyatlar və s. və ilahi bunlar çoxdular, saymaqla qutarmaz, amma ki, deməli uşaqlarda adətən bu saydığımdan baş verirlər və onlara kömək etmək olur. Hər halda səbəbi müəyyən etmək, səbəbi tapmaq mümkün olursa, onu həll etmək asan olur. İstənilən halda doktorumuza müraciətlərin hər birini çox şükür olsun ki, göydə Allah yerdə də onun bilik bacarıqları və sözsüz gözünə məxsus yanaşması ilə həll eləyir. Çox dərin təşəkkür edirəm sizə. Efir hər zaman kimi çox məhsuldar və çox sürətli keçdi. İzləyicilərimizin suallarını ümid edirəm ki, hər birini cavablandırmağa çalışdıq. Xəttəki izləyicilərimizin hər birinə hörmətlərimizi, sevgilərimizi və sözlü ki, əlaqə nömrəmizi istiqamətləndirib göndərirəm ki, 070 634 94 02 bizim əlaqə nömrəmiz.
nömrəmizdir, doktorumuzun daha doğrusu əlaqə nömrəsidir. Siz də elə günü bugün bu dəqiqə əlaqə saxlaya bilərsiniz. 2-3 dəqiqədən sonra əlaqə saxlasanız doktorumuz şəxsən özü cavab verəcək. Qeyd edeyim ki, əməliyyatsız, qansız, kəsiksiz və iynə dərmansız zəmanətlə həll olunan bel yırtığından, qrıjadan danışdıq bugün və onurluq xəstəliklər üzrə mütəxəssisimiz Kastaprov, zərbə terapiyası üzrə mütəxəssis Uğur Tibb Klinikasının təsisçi rəhbəri Cəhət Doktor Hümbətovla çox maraqlı bir efirin sonuna doğru gəldik. Özünüzdən və dayaq hərəkət sistemimizdən, yəni onurğanızdan müğayət olun. Xudahafiz.